İmtahanlar haqqında məlumat vermək istərdim. Yəni, ümumi biliklər imtahanında 4 blok üzrə suallar təqdim edilir. Azərbaycan bloku, dünya bloku, idarəetmənin əsasları və müasir trendlər blokudur. 90 dəqiqə olacaq. Deməli, imtahan əslində biraz asan blokdur. Yəni, bu bloku ümumi bilik, yəni insanın bütün təhsil aldığı, həyatda çalışdığı dövr ərzində əldə etdiyi biliklər haqqındadır bu blok. Yəni, bunu o qədər də çətin deyil bu blokdan keçmək. Növbəti analitik təhlil bloku biraz çətin olacaqdır. Burada verbal, rəqəmsal və abstrakt təhlil, burada artıq sırf məntiqi düşüncə qabiliyyəti mütləqdir. Bu imtahandan düşünürük ki, yəni kifayət ki 1500-ə yaxın belə ehtimal edirik ki, iştirakçı olacaq və idarəetmə bacarıqları o 1 iyun tarixində, burada isə bilavasitə işlə bağlı, yəni xüsusi tapşırıqlar veriləcəkdir iştirakçılara və bu biraz da suallarda yeniliklər eləmişik, audio suallar da daxil olub, yəni biz tək yüksəliş hər ildən ilə həm müasir yanaşmalar tətbiq edirik, eyni zamanda yeni suallar tətbiq edirik, yeni yanaşmalar tətbiq edirik. Bu ildə artıq dinləmə sualları da, audio suallar da təqdim olunacaqdır iştirakçılara. Yarın finalda biz ənənəvi olaraq kompetensiyalar üzrə кейslər təqdim olunacaqdır və yarın finala biz ehtimal edirik ki, 300 ətrafında iştirakçı qoşulsun. Hər səriştəyə uyğun onlar qiymətləndiriləcəklər və finalda artıq 18-20 iyul tarixində 100 ətrafında bizim iştirakçılar finalçı olacaqdır. 100 nəfər ətrafında və burada ən belə kulminasiya nöqtəsi mentor кейsidir ki, biz müxtəlif dövlət qurumlarının rəhbərlərini bilavasitə hər masa ətrafında əyləşdiririk və onlar da öz seçimlərini iştirakçılarla bağlı edirlər.